kopyasını almaq üçün onu mouse'un sol düyməsi ilə sürüşdürən zaman hansı klaviatura düyməsini basılı tutmaq lazımdır? Burada bizdə drag and drop texnologiyasından danışılır ki, bu texnologiya mouse'un sol düyməsi ilə, yəni ki, bunu seçib, harasa formada sürüşdürmədən ibarətdir. Yəni ki, sürüşdür və burax. Drag sürüşdürmək deməkdir, drop da buraxmaq deməkdir. Biz bu zaman sürüşdürərkən bəzi klavişlərlə müxtəlif əməliyyatları icra edə bilirik. Məsələn, Ctrl-a bastığımda kopyası alınır ki, zaten sualda da bunu istəyir. Ctrl-dan sürüşdürdüm, nə etdi? Onun kopyasını aldı. Baxın, burada da var, burada nə etdi? Nüsxəsini köçürə bildi. Daha sonra Shift var ki, Shift bizdə onu hərəkət etdirir. Yəni ki, sadəcə daşıyır. Məsələn, gəldi bura. Baxın, copy to yazılmışdı. İndi move to yazılır. Yəni ki, nə edir? Bunu daşıyır. Baxın, bu formada. Yəni, buradan artıq nə edir? Buradan silindi. Gəldi bizdə bir papkasına köçürülmüş oldu. Bir də alt düyməsi var ki, alt düyməsi də bizə qısa yolunu yaradır. Məsələn, gəlirəm bunu seçirəm və alta basaraq sürüşdürürəm. Baxın, nə yaradır? Deyir, create link in 2. Yəni ki, nə etsin? 2 papkasında həmin faylın linkini yaratsın. Yəni, qısa yolunu yaratsın. Buna shortcut da deyirik bu formada. Deməli, biz nə edə bilirik? Bu formada drag and drop texnologiyasını, yəni sürüşdür və burax texnologiyasını istifadə edərək və eyni zamanda Ctrl, Shift, Alt düymələrindən istifadə edərək müxtəlif əməliyyatları icra edə bilirik. Bizə də sualda istədiyi kopyalamaqdır ki, kopyalamaq bizdə nəyə aiddir? Ctrl-la sürüşdürməyə aiddir. Cavabımız olur C variantı, Ctrl.